Salam əziz şagirdlər, bugün 6-cı sinif riyaziyyat dərsindən səhifə 50-51 nizahına birlikdə baxacağıq. Səhifə 52-də olan birinci tapşırıqla başlayırıq. Tələb olunan bucaqları tapın. A bəndində. Bizə burada, baxın, CF, bura, bu hissəni göstərirəm, bura açıq bucaqdır. Açıq bucaq. Yəni, bu ümumilikdə olmalıdır 180 dərəcə. Əgər bura 150-dirsə, onda biz 180-dən 150-ni çıxırıq. Həmin o sual yazılan bucağı tapırıq ki, ora 30 dərəcədir. Təyin şəklində də yaza bilərsiniz. Həmin hissəyə bir x deyin. X üstəgəl 150 olmalıdır 180 dərəcə. X-i tapmaq üçün 180-dən 150-ni çıxırıq. Çünki toplananlardan biri yoxdur. Toplananlardan birini tapanda cəmlə digər toplananı çıxırsınız. X edir 30. Tələb olunan bucağımız 30. Burada cavabı qeyd edirəm 30. B variantına baxırıq. B variantında isə iki düz xətt kəsişibdir. İki düz xətt kəsişəndə qarşı bucaqlar bir-birinə bərabər olur. Baxın, buradakı bu bucaq bunun qarşısıdır. Həmin bu bucağımız olacaq elə 128 dərəcə. Həmin bucağı adlandıra bilərik bucaq POR. 128 dərəcədir. Təkrar edirəm, qarşı bucaqlar bərabər olur. Amma digər buradakı, baxın, bu biri bucaq, baxın, bunun yanındakı bucaq. Onu tapmaq üçün biz 180-dən 128-i çıxacağıq. 180 çıxılsın 128 edəcək 52 dərəcə. Həmin bucağımızı da adlandıra bilərik. Bucaq TOR bərabərdir 52 dərəcə. Nəyə görə 180-dən çıxdı, onu da deyək. Baxın, burada görürsünüz, bunu açıq bucaqdır. 180 dərəcə olmalıdır. Ümumiyyətlə, iki düz xətt kəsişirsə, burada qarşı-qarşıya olan bucaqlar, qarşılıqlı bucaqlar bərabər bucaqlardır. Və yaxud da qonşu bucaqlar əmələ gəlir. 180-dən 128-i çıxırsınız, tapırsınız ki, 52 dərəcədir. Cavablarımızı qeyd edək bura. 128 və 52. İki dənə bucaq tapdıq burada. Keçirik C variantına. C variantında isə, deməli, buradakı bu sual işarəsini istəyir bizdən. Necə tapacağıq? Bu düz bucağın işarəsidir. Bu 90 dərəcədir. Ümumiyyətlə bunlar üçü birlikdə açıq bucaqdır. Açıq bucaqla tapa bilərik. Yəni, üçü birlikdə 180 verməlidir bizə. Onda biz 90-dan 15 toplaya bilərik. 90 üstəgəl 15 bərabərdir 105 dərəcə. 180-dən də 105-i çıxıram. Bizdən tələb olunan bucaq bura olacaq 75. D variantına keçirəm. D variantında, deməli, baxın, bunun qarşısı, buradakı bu 40 dərəcənin qarşısı, düz bunun qarşısı, baxın, buradır. Biz dedik ki, qarşı bucaqlar bir-birinə bərabər olur. Qeyd etdim buradan qaydanı, qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Onda burada tələb olunan bucağımızın biri olacaq 40. Yəni, bura 40-dır. Digər tərəfdən baxın. Bura diqqət edin, bura. Və görürsünüz, burada açıq bucaq var. Açıq bucaq. Biz bunun açıq bucaq olduğunu hardan bilirik? Baxın, buradan bir dənə CD düz xəttin görürsünüz. CD düz xətdir. Bunu biraz qalın çəkim. Baxın, CD düz xətti qalın çəkdim. Bu düz xəttin üzərindəki bu bucaq nə olacaq? Açıq bucaq. Açıq bucaq olacaq. Demək, bu üçü bir yerdə 180 dərəcə olmalıdır. Onda gəlin biz 40 ilə 68-i toplayaq. Edəcək 108 dərəcə. Və 180-dən çıxaq. Açıq bucaq 180 dərəcədir. Edəcək 72. Burada oldu 72. Burada da bizim cavabımız olacaq 40 və 72. Birinci tapşırıq bu qədər uşaqlar. Keçirik ikinci tapşırığa. Tapşırıq 2. Deməli, bizə deyir ki, qonşu və qarşılıqlı bucaqların xassələrindən istifadə etməklə tələb olunan bucağı tapın. Xassələr nədir? Xassələri buradan qeyd edirəm.
Qonşu cəmi 180. Qarşılıqlı. Qarşılıqlarını da bayaq qeyd etdim. Bu da qarşılıqlı bucaqların qaydaları. Bu da qonşu bucağın qaydaları. Cəmi 180 dərəcə olur. Deməli, 2 dənə qaydamız var. Biri qonşu bucaqların qaydasıdır. İkincisi də qarşılıqlı bucaqların qaydasıdır. Tapşırıq 2-də bizə deyir, qonşu və qarşılıqlı bucaqların xassələrindən istifadə etməklə bucağı tapın. Baxıram A variantına. Deməli, burada bizə nə verilibdir? Qonşu bucaqlar. Açıq bucaqda qonşu bucaqlar. Qonşu. Nə etməliyik? Onda biz bunları cəmləyib 180-ə bərabər etməliyik. X üstəgəl 30, üstəgəl digər x bərabərdir 180-ə. X-ları toplayıram. 2x üstəgəl 30 bərabərdir 180. 2x bərabərdir 180-dən 30-u çıxmalıyıq. Ədədlər sağ tərəfdə olmalıdır, dəyişənlər sol tərəfdə olmalıdır. 2x-i sol tərəfdə saxlayıram, 30-u əks işarə ilə keçirirəm bərabərliyin digər tərəfinə. 2x bərabərdir 150. Buradan x vuruğunu tapmaq üçün mən 150-ni bölməliyəm 2-yə. X-i tapacam 75. FCD bucağını istəyir. FCD bucağı, baxın, FCD buradadır. Yəni x-i nəzərdə tutur. Biz də x-i tapışıq 75. Burada cavabımız oldu 75. Keçirik B variantına. B variantında bunu kiçildəyib burada saxlayaq. İndi B-ni yazaq. B variantında isə baxırıq ki, burada verilən yenə qonşudur. Baxın, yan-yanada axı qonşudular. Açıq bucaq şəklindədir. Onda nə edəcəm? Qonşu bucaq deyirsə toplayıb 180-ə bərabər etməliyəm. Bucağımın biri x üstəgəl 60-dır. Digər bucağım 2x-dir. Bunları toplayaq. Bərabər edək 180-ə. X-la 2x toplayıram. 3x üstəgəl 60 bərabərdir 180. 3x bərabərdir. Yenə deyirəm. Ədədlər keçib sağ tərəfə və sağ tərəfə soldan sağa gedirsə işarəsini dəyişir. 3x bərabərdir 150. İndi buradan x-i tapmaq üçün 150-ni bölürəm 3-ə. X edir 50. X-i tapdıq. POR bucağını istəyir. POR bucağı, baxın, buradır. Bunu silim. POR ilə, baxın, bura qarşılıqlı bucaqlardır. Biraz balaca çəkək, buna uyğun görünsün. Qarşılıqlı bucaqlar. Demək, burada x üstəgəl 60-dır. Mən də x-i tapmışam 50. Onda POR bucağım 50 üstəgəl 60 olacaq 110 dərəcə. Cavabımız 110. Bu da bitdi. Keçirik C-sinə. B-ni kiçildək. Keçək C-yə. C-də baxıram ki, mənə necə bucaqlar verilib? Qarşılıqlı bucaqlar. Qarşılıqlı bucaqların qaydasını buradan yazmışıq. Qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Onda mən yazıram. 2x üstəgəl 45 bərabərdir x üstəgəl 55-ə. Tənliyi həll etmək üçün nə edəcəm? Dəyişənlər sol tərəfə, ədədlər sağ tərəfə. 2x onsuz da soldadır. Onda x-i əks işarə ilə gətirirəm sola, mənfi x olur. 55 olduğu kimi yazıram. Müsbət 45-i əks işarə ilə keçirirəm sağ tərəfə. Olur mənfi 45. Olacaq x bərabərdir 10. TRS bucağını istəyir bizdən. Bura. Buranı istəyir bizdən. Gəlin biz x üstəgəl 55-i tapaq. X üstəgəl 55 bərabərdir 10 üstəgəl 55. Edəcəkmi 65 dərəcə. Bura oldu 65. Ümumilikdə 65. Onda bu iki bucaq qonşu bucaqlar oldu mu? Qonşu bucaqların cəmi 180-dir. Yəni, mən 180-dən 65-i çıxım ki, onun qonşusunu tapım. 5, 1, 1. Cavabım olacaq 115. Keçirik D-yə.
D variantında bizə necə bucaqlar verilibdir? Yan-yanadılar. Yəni qonşu bucaqlardılar. Baxın, qonşudular. Qonşu bucaqların qaydası oldu ki, toplayırıq, 180-ə bərabər edirik. X üstəgəl 20-ni toplayacağım. 5x üstəgəl 40 ilə. Bərabərdir 180. X ilə 5x'i toplayıram. 6x. 20 ilə 40'ı toplayıram. 60 bərabərdir 180. 6x bərabərdir 180 çıxılsın 60. Buradan 6x'i tapıram 120. X-də tapanda 120'ni bölürəm 6'ya. X edəcək 20. Bizdən B, T, A bucağını istəyir. Yəni baxın, buranı istəyir. Onda gəlin biz buranı tapaq. Məsələn, buranı tapaq. B, T, A ilə həmin bucaq qarşı bucaqlardır. Bir-birinə bərabərdir. Biz tapmışdıq X-i 20. X-in 20 qiymətini burada qoysam yerinə X üstəgəl 20-ni hesablayıram da. Olacaqmı? 20 üstəgəl 20 bərabərdir 40. Yəni buranı silirəm. Baxın, bura 40 dərəcədir. Bura 40'dırsa bunun qarşısı da 40'dır. Bizim cavabımız olacaq 40. İkinci tapşırığımız bitti. Üçüncü tapşırıqla devam edirik. Bu 2. A bəndinə baxırıq. BD şüası ABC bucağının tən bölənidir. Bir dənə ABC bucağı çəkəcəm. Adlandırıram. A, B, C. Buradan tən böləni çıxarıram. Tən bölən bucağı yarı bölür. Yəni bura bir alfa deyirəmsə, burada alfadır. B, D şüası. ABC bucağı, bucaq ABC. Baxın, ABC biz artıq 2 alfa yazmışıq. Düzdür? Alfa, alfa, 2 alfa oldu. ABD bucağından, ABD bucağı baxın buradır. Alfadan 50 dərəcə böyükdür. Yəni üstünə 50 gələndə bizə ümumi ABC bucağını 2 alfanı verir. Buradan alfanı tapaq. Dəyişənlər sol tərəfə keçir. 2 alfanı keçirirəm sol tərəfə əks işarə ilə. Müsbət 50-ni də əks işarə ilə sağ tərəfə keçirirəm mənfi 50. Burada misal 1-dir də. 1-dən 2 çıxıram. Mənfi alfa bərabərdir mənfi 50-yə. Deməli, mənfiləri hər iki tərəfdən atırıq. Cavabımız olur 50. Yəni alfamız 50 olur. Bizdən bucaq ABC-ni istəyir. Baxın, bucaq ABC-yə 2 alfa demişdik. Alfanı da 50 tapdıq. 2 vurulsun 50. Bizim A variantında cavabımız olacaq 100. Keçirik B variantına. Qonşu bucaqların dərəcə ölçüləri 2 bölünsün 8 nisbətindədir. Qonşu bucaqlar üçün biz qayda nə dedik? Qonşu bucaqların cəmi 180 dərəcədir. Bunları əzbərləməlisiniz. 2 bölünsün 8 nisbətindədirsə yazırsınız. 2K üstəgəl 8K bunun hissələri bərabərdir 180-ə. Topladıq. 10K bərabərdir 180-ə. K-nı tapanda 180'i bölürük 10'a. K da bərabərdir 18'ə. Bizə deyir ki, bu bucaqların hər biri neçə dərəcədir? Bucaqlarımız 2K və 8K idi. K-nın qiymətlərini qoymalısınız yerinə. 2 vurulsun 18. Bucağımızın biri 36'dır. 8 vurulsun 18. Digər bucağımız da 144'dür. Cavablarımızı tapdıq. Qeyd edirik cavablarımızı bura. 36 və 144. Keçirik C bəndinə. Bir bucağa qonşu olan bucaqların cəmi 100 dərəcədir. Bu bucaq neçə dərəcədir? Bir bucağa qonşu olan bucaqlar deyirsə, demək ki, burada iki kəsişən düz xəttdən söhbət gedir. 2 dənə düz xətti mən kəsişdirəcəm. Bu 1, bu da 2. Baxın, burada bir dənə bucağımız var. Olsun, bu bucağımız alfa. Buna qonşu olan bucaqlar bunlardır. Baxın, bu və bu. Bunlar da qarşı bucaqlardır. Bunlara deyəcəm beta, beta. Alfanın da qarşısı buradır da, burada alfa yazacağım.
Bizə deyir ki, bucağa qonşu olan bucaqlar, yəni alfaya qonşu olan bucaqlardan söhbət gedir. Beta, beta. Beta ilə betanın cəmi 100 dərəcədir. Demək, bunlar hər biri 50 dərəcədir də. Betaları toplayıram 100. 100-ü də böldürəm 2-yə. Betanı tapıram 50. Betaları silək. Buraya yazaq 50. Bu bucaq neçə dərəcədir? Bizdən alfanı soruşur. Baxın, bu alfa ilə bu 50 qonşu bucaqlardır da, qonşudular. Qonşu bucaqlar bilirik ki, 180 dərəcədir. Onda mən 180-dən çıxaram 50-ni. Alfanı taparam 130. Cavabım olacaq 130. Üçüncü tapşırıq bu qədər. Keçirik dördüncü tapşırığa. Üçbucağın tərəflərini və bucaqlarını ölçün. Bucaqlarına və tərəflərinə görə növünü müəyyən edin. Dördüncü tapşırığı özünüz uşaqlar transporterlə ölçəcəksiniz. Bucağın dərəcəsini, həmçinin tərəflərini ölçəcəksiniz. Məsəl üçün, burada mən gözə yarı baxanda görürəm ki, bu kör bucaqdır. Məsələn, bu üç bucaq bizə deyir ki, bucaqların və tərəflərinə, üç bucağın bucaqlarını və tərəflərini ölçün. Bunu siz ölçürsünüz. Bucaqlarını və tərəflərinə görə növünü müəyyən edin. Mən sizə yalnız üç bucağın növlərini deyə bilərəm. Misal üçün, bu kör bucaq, buranı ölçdünüz. Kör bucaqdırsa, olacaq kör bucaqlı üç bucaq. Kör bucaqlı üç bucaq. Üç bucağın növlərini qeyd edə bilərik buradan. Misal üçün, hansı uyğun gəlirsə yazacaqsınız. Məsələn, əgər bucaqlarından biri 90-dan böyük, 180-dən kiçikdirsə, bu olacaq kör bucaqlı üç bucaq. Kör bucaqlı üç bucaq. Və yaxud bütün tərəfləri bir-birinə bərabərdirsə, məsələn, ölçdünüz, bütün tərəfləri hamısı eyni ölçü alındı. Tərəflər bərabərsə, bucaqlar da bərabər olacaq. Yəni, bucaqlara da yazıram, baxın, alfa, belə deyək də, bucağı ölçüsü hamısına 60 dərəcə düşməlidir. Nəyə görə? Bərabər tərəfli üç bucaqdırsa, üç bucağın 3 dənə tərəfi var da, 180-i bölürəm 3-ə, hər bir bucağa 60 dərəcə düşür. Buna da deyəcəksiniz, bərabər tərəfli üç bucaq. Bərabər tərəfli üç bucaq. Və yaxud, bucaqlarını ölçdünüz. Bucaqlar 0 ilə 90 arasında oldu. Bu da olacaq iti bucaqlı üç bucaq. İti bucaqlı üç bucaq. Və yaxud ölçdünüz. Üç bucağın bir bucağı alfa bərabərdir 90 oldusa, bu da olacaq düz bucaqlı üç bucaq. Bu şəkildə. Baxırıq 5-ci tapşırığa. 5-ci tapşırıqda bizə deyir ki, üç bucaq çəkin və növünü müəyyən edin. Bir tərəfə 6, bu tərəfə bitişik bucaqlar 30 və 50 olsun. Siz dəqiqliyi ilə çəkəcəksiniz. Mən burada çəkirəm bir üç bucaq. Bir tərəfinə, məsələn, buraya yazıram 6. Və bizə deyir ki, bu tərəfə bitişik bucaqlar 30-dan 80 olsun. Buraya yazıram 50 olsun. 30, buraya yazıram 50. Üç bucağın daxili bucaqların cəmi 180 dərəcə olmalıdır. 180-dən çıxacam, həmin 30 ilə 50-nin cəmini. Edəcək 100. Burada yazıram 100 dərəcə. İndi, üç bucağın bir bucağı 100 dərəcə oldu. Yəni, 90-dan böyük oldu. Bu olur kör bucaqlı üç bucaq. Üç bucağımız oldu. Kör bucaqlı üç bucaq. İndi bunun B variantına baxırıq. B variantında da bir tərəfi 8 olan üç bucaq çəkəcəksiniz. Buraya yazıram 8. Digər tərəfi bundan 25% qısa. 25% qısa deyirsəm, yəni ümumi tərəf 100% daxı. 100-dən 25-i çıxaq. 100-dən 25-i çıxaq. Və yaxud belə eləyə bilərik. 25% tapaq, 8-in 25%-ni tapanda 8-i 25-ə vurub 100-ə bölürük. 25-i ixtisar aparıram 4, 4-dən 8-i aparıram 2. 2 cm qısadır. Yəni 8-dən 2 çıxıram, olur 6. Digər tərəfimizə yazacağım 6. Aralarındakı bucaq da 60-dır. Burada yazıram 60. Bunu artıq qalan hissəsini transporterlə ölçməklə siz çəkəcəksiniz.
burada iti bucaq cavabı deyə bilərəm sizə. İti bucaq, üç bucaqdır. Siz bunu çəkməklə təyin edə biləcəksiniz. Buranın çünki təqribi qiyməti 7 tam nə qədər olacaq? 7 tamdan biraz böyük olacaq. Yəni digər bucaqlarda iti bucaqlar olacaq. Cavabı deyəcəm sizə. Bu iti bucaqlı, üç bucaqdır. Bunu çəkməklə artıq tapmalısınız. İti bucaqlı, üç bucaq. Bura qədər həllini mən sizə dedim. 8 çıxılsın 2, 6. Tərəfin biri 6'dır, biri 8'dir. Onlar arasında qalan bucağı 60 qoyursunuz. Daha sonra qarşı tərəfi birləşdirəndə orada 7 olmalıdır uzunluq. Birləşdirəndən sonra sadəcə bucaqları təyin etməklə buradakı bucaqları siz tapacaqsınız. Bucaqları tapandan sonra biləcəksiniz ki, bu üç bucaq görəcəksiniz ki, bütün bucaqlar 90'dan kiçikdir. Bu iti bucaqlı üç bucaq olacaq. Bu şəkildə 6-cı tapşırıqla davam edirik. 6. 6-cı məsələdir. Rəssam şəkli çəkmək üçün köməkçi düz xətlərdən istifadə etdi. Şəkildə bu düz xətlərdən bir neçəsi və bəzi bucaqlar təsvir olunubdur. Şəkildə qonşu və qarşılıqlı bucaqları müəyyən edin. Gəlin əvvəlcə birinci qonşu və qarşılıqlı bucaqları təyin edək. Qonşu bucaqlar deməli, yəni qarşılıqlıdan başlayaq. Bura qeyd edirəm, qarşılıqlı. İki düz xət kəsişəndə qırmızı xətlərlə göstərəcəm kəsişən düz xətləri. Biri budur. Biri də olsun bu. AB düz xətti. AB düz xətti ilə GD düz xəttini qeyd etdim. Qarşı bucaq, baxın. Bura 135'dir, düzdür. İki düz xəttin kəsişməsindən alınan bucaq. Digər 135 dərəcəli bucağınız, baxın, bura olacaq. Demək, qeyd edirəm, bucaq AOD bərabərdir, yəni qarşı bucaqlar bərabər olur. G, bucaq işarəsini qoyaq, G, O və B. Burada göstərə də bilərik, G, O nöqtəsidir bura və B, G, O, B. Baxın bu. Bunlar oldu qarşı bucaqlar. Digər qarşı bucaqlarımız, onu da burada yaşılla göstərim. Baxın, bura və buradır. Rəngliyim, qarışdırmayın. Burada göstərdiyim bucaqlarda olacaq qarşı bucaqlar. İndi bunları da buradan qeyd edirəm adlarını. Baxın, adlandırıram. A, O, G. Bucaq A, O, G bərabərdir. Qarşılıqlı bucaqlar bərabər olur. D, O, B. Bucaq, D, O, B. Bucaq işarəsini qoyursunuz. Bu da bizim digər qarşı bucağımız oldu. Biz bu düz xətlərin kəsişməsinə baxdıq. AD və B, AB və DG-yə. Bunu silirəm. Bunu silirəm. İndi digər düz xətlərin kəsişməsinə baxaq. Misal üçün, baxaq, burada başqa varmı? Başqa yoxdur. Baxın, məsəl üçün, görürsünüz, bu bura qədər gəlibdir. Uzantısı yoxdur. Belə uzantısı olmalıdır. Başqa qarşılıqlı bucağımız yoxdur. Başqa biz burada qonşu bucaqları yaza bilərik. Baxın. Yenidən bu qırmızı xətti qaytarıram yerinə. AB. AB düz xəttində baxın. Burada DO şüası var. DO şüası qonşu bucaqlara əmələ gətirib. Bunu da göstərək. Baxın, qonşu bucaqlarımızdan biri buradır. Biri buradır. Biri də baxın buradır. Onu da buradan yazıram. Qonşu bucaqlar. Biri olacaq. Adına yazaq. A, O, D. A, O, D. Digər qonşu, ona qonşu olan bucağımız D, O, B. Vergül, bucaq. D, O, B. Digər tərəfdən, baxın, aşağı hissəyə baxırıq. Aşağı hissəyə baxmırıq, yox. Bunu silirəm. Bunu silirəm. Bunu sildim. Bunu qeyd edirəm. Baxın, bu şuanı, OS şuasını qeyd edirəm. OS şuası. OS şuasının burada əmələ gətirdiyi qonşu bucaqlara baxaq. Baxın, biri budur. Biri budur bucağın. Buna qonşu olan bucaq da baxın buradır. Bura. Deməli, bucaqlarımızı yazaq. Bucaq yenə. A, O, S.
bucaq AOS. Buradan bucaqları tapa biləcəyik. COB. Bucaq COB. Bunlar qonşu olduğu üçün bunların cəmi 180-dir axı. Baxın, AOD-nin bucağını buradan tapa bilərik. AOD 35 ilə 135-in cəmidir. Daha doğrusu AOS. Bucaq AOS bərabərdir. 135 üstə gəl. 35 edəcək 170 dərəcə. Onun qonşusu olan COB-ni tapmaq üçün biz nə etməliyik? 180-nin həmin o 170-i çıxmalıyıq. 180 çıxılsın 170 olacaqmı? 10 dərəcə. Bura 10 dərəcədir. Baxın, bura qeyd edirəm 10 dərəcə. COB oldu 10 dərəcə. İndi isə digər qonşu bucaqlara baxaq. Baxın, bunu silirəm. Bunu da silirəm. Baxaq, AB düz xəttindən hansı şua çıxıbdır? OG şuası çıxıbdır. Baxın, OG şuası. Onda burada əmələ gələn qonşu bucaqlarımız. Baxın, biri budur. Biri də budur. Bunu gəlin mavi eləyim, qarışdırmayın yeni çəkdiyimlə. İndi qonşu bucaqlarımız oldu. AOC. Adını buradan qeyd edək. AOC. Digəri COB. Bucaq GOB. Bunlar da oldu digər qonşu bucaqlarımız. Daha sonra OC şuasını silirəm. Yenidən AB düz xəttindən çıxan bir dənə də şua var. O da baxın, budur OY şuası. Buradakı qonşu bucaqlarımızı da yaşıl rəngdə qeyd edək. Baxın, bucağın biri budur. Buna qonşu olan da budur. Adlarını qeyd edək. Deməli, AOY. AOY. Buna qonşu olan bucağımız BOY. Bucaq BOY. Bu da bu şəkildə. İndi isə keçirik hansı düz xəttə. Baxın, indi burada bir dənə də düz xəttimiz var. Bu düz xəttimiz də budur. Baxın, GD düz xətti. İndi GD düz xəttindən çıxan şualara baxacağıq. Başlayaq birinci OA şuası ilə. OA şuası. Bunu biraz kiçildim. İndi buradakı qonşu bucaqlarımızı yaşıl rəngdə qeyd edirəm. Baxın, biri budur, biri də budur. Adlarını yazaq. Bucaq AOC. Bucaq AOC. Qonşudur AOD bucağına. Bucaq AOD bucağına. Və qonşu olduğu üçün biz 180-dən 135-i çıxıb digər bucağı tapa bilərik 45 dərəcə. Bəli. Buranı qeyd edək mavi rəngdə. Yəni tapdığımız bucaqları mavi ilə göstərək bizdə 45. İndi bunu silirəm, bunu da silirəm. İndi isə GD düz xəttindən çıxan digər şuamıza baxaq. Digər şuamız olsun OS. OS ilə davam edək. OS şuası çıxıbdır. Burada əmələ gələn qonşu bucaqlarımızı göstərək. Demək, OS şuasının ayırdığı bir bucaq buradır. Bu 35 dərəcə. Digər bucaq, baxın, buradır. Adlarını qeyd edirəm. Bucaq DOS. Bax, izləyin. DOS. Bucaq DOS. Digər bucağımız GOS. Qeyd edirəm. Bucaq GOS. Və yenə burada qonşu bucaqlar var. Bura 180-dir. Bura 35-dirsə bucaq, qonşu bucaqlardan biri. Digərini tapmaq üçün 180-dən 35-i çıxıram. Bu da edəcək 145 dərəcə. Yəni, baxın, bu böyük dairə var, bu yaşıl. Bütövlükdə ora 145 dərəcədir. Biz də bunun sadəcə bu balaca hissəsini 10 tapmışıq. Həmin onu da çıxıram. Qalır 135. Yəni 135 bütövlükdə baxın bu hissədir. Sadəcə bu hissədir. Bura uzatmayacaqsınız. Sadəcə bu hissə 135-dir. Bunu hələ ki belə qeyd edirəm buradan üstdən. Daha sonra yəqin ki məlum olacaq. İndi isə OS şuasını silirəm. İndi keçirik digər şuamıza. GD düz xəttindən çıxan bir dənə də burada OB şuası var. OB şuası. OB şuasının da ayırdığı qonşu bucaqlar
Qonşu bucaqlar baxın. Biri buradır. Bu yaşılı başqa rənglə qeyd edim. Mavi ilə qeyd edək. Hə. Tapdıqlarımızı mavi ilə qeyd edək ki, qarışmasın. Bura 135 idi ümumilikdə. Deməli, qonşu bucaqlarımız. Biri buradır. Rəngləyirəm. Digəri də ona qonşu olan, baxın, buradır. Qonşu bucaqları, baxın, izləyin. D, O, B. Bucaq D, O, B-yə qonşu olan bucağımız. B, O, C. Bucaq B, O, C. Sonuncu bir dənə şuamız qaldı. Deməli, bunu silək. Sonuncu bir dənə şuamız budur. O, Y şuası. Biraz bunu kiçildim. Biraz da kiçildək ki, hamısı bura yerləşsin. İndi bucaqlarımızı qeyd edək. Hansı bucaqlar burada qonşu oldu? Deməli, biri budur. Biri budur, qırmızı. Baxın, OY-nin ayırdığı bucaq. Biri də buydu. Adlarını yazaq. C, O, Y. Bucaq C, O, Y. Digər bucağımız D, O, Y. Bucaq D, O, Y. İndi burada qaldı bir dənə buradakı bu bucağı tapmaq. Bu ikisini. Bunları silək. Deməli, burada əvvəldən bizim qarşı bucağımız 45-ləri qeyd etmişik. Əvvəldən kəsişdirək düz xətləri yenidən. Bu düz xətlə kəsişmişdi də. Aha. Bura 45, burada 45 oldu. Bura 135, burada 135 oldu. Biraz balaca göstərək 135-i. Bura oldu 135 dərəcə. İndi qayıdırıq suala. Birinci sualda bucaqları müəyyən etdik, yazdıq. Həmçinin içində dərəcələri də tapdıq. Digər sualda bizə deyir ki, OB şüası DOY bucağının tən bölənidir. OB tən bölən imiş. Tən bölən xassəsini bilirsiniz ki, tən bölən bucağı tam yarıya bölür. Özdə DOY bucağını buradan qeyd edirəm. DOY bucağının tən bölənidir bucaq DOY-nin. Qaydaq şəklə. DOY bucağının tən böləni yaşıl rəngdə göstərəcəm. DOY. Gəlin bunu silək. DOY bucağı, əvvəlcə bucağı göstərək. DOY bucağı, baxın. DO və Y. DOY bucağının tən böləni OB-dir. OB-nin ayırdığı bucaqların biri budur. Neçə dərəcədir? 35 üstə gəl. 10, 45 dərəcə. Demək, digər də 45 olmalıdır. Yəni, baxın, buradakı bu bucaq 45 olmalıdır. İndi bunları silirəm. Bunu da silirəm. Bura bütöv 135 idi axı. Bura 45-dirsə, onda mən burada bucaq GOY-ni tapanda nə edəcəm? Ümumi 135 idi axı. 135-dən həmin o 45-i çıxaram. Taparam ki, bura 90 dərəcədir. 135-i indi buradan silə bilərəm. 135-i silirəm. Burada qeyd edirəm 90. Bura ümumilikdə 135 idi. Qayıdıram bura. Dərəcə ölçüsünü tapın. Cavabımı qeyd edirəm 90. Sonra deyir ki, OB şüasının GD düz xəttinə perpendikulyar olduğunu əsaslandırmaq olarmı? OY-nin GD-yə perpendikulyar olduğunu. GD-yə perpendikulyar. GD düz xəttini göstərək. GD düz xəttini göstərdim. OY-nin, baxın OY-ni də göstərirəm. Bir daha göstərirəm. OY-nin OY perpendikulyardır. Perpendikulyar işarəsi. Perpendikulyardır.
GD düz xəttinə demək üçün burada 90 dərəcə yaranmalıdır. Perpendikulyar o demək ki, 90 dərəcə əmələ gətirir. Biz də baxırıq ki, bəli, burada 90 dərəcə əmələ gəlibdir. Baxın, 90 dərəcə əmələ gəlibdir. Onda cavabımız olacaq olar. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti videolarımızda görüşənədək.